verməyə olan dəyərli müdürümüz. Herakles gibi dünyanın içində daşıyan, gecəli gündüzlü, bezmədən, usanmadan çalışan sənin ilk müdür yaratmışlardır. Bizə sadəcə ilmi deyil, əxlaqı, dürüstlüyü, ən əsası insanlığı öyrədən əziz müəllimlərimiz. Təmizliyimizi və evdə kalitəsizliyimizin qayğısını çəkən, hər şultaqlıqlarımızı təbəssüm edəsinə gələn Doğma Təcrübə ailəsidir. Hər birimiz gözəl və özəl günlər bir daha sağlayırıq. Yeni ərsəyə gələn yedlər sinfi olaraq, bəlkə də bəzilərində səs küylü, bəzilərinizə şultaq, əl-köyün görülsəydə, biz birlikdə güclüyük. Bir sinif olaraq güləşə bilmişiksə, bir-birimizi dayaqsa, o zaman ayaqdayıq. Bugün bu bilgisiz və həslə qarşımızdayıq. Biz nə məharətli ifaçı, nə gözəl səsli müayini, nə də sözün əsl mənasında aktyor deyilik. Biz, qəlbimizin də tərqi etdiyi hissləri bacardığımız səviyyəsindən yansımağa çalışan, canlı-can Azərbaycanla döyünə bu ürəti vətənpərvər övladlarıyıq. Eğer bu gözəl günün özəlliyini azacıq da olsa hiss edə biləriksə, nə mutlu bizə. Səhnəyə piyanoda ifa etməsi üçün Nur Məmmədin dəvət edirik. Qeyd edək ki, Nur heç bir musiqi təhsili almadan, həvəskar şəkildə özünü öyrəndiyi Nazəndə sevdiyi mahnısını ifa edəcək.